Azərbaycanda əmək münasibətlərində yeni mərhələyə keçid müzakirə olunur. Saatlıq əmək haqqı sistemi insanlara eyni anda bir neçə iş yerinə çalışma imkanı yaradacaq. Beləliklə, bir şəxs müxtəlif saatlarda fərqli müəssisələrdə rəsmi əmək müqaviləsi ilə işləyə və bu yolla əlavə gəlir əldə edə biləcək. Bu da öz növbəsində ümumi əmək haqqının artımı ilə nəticələnə bilər. Hazırki sistemdə bəzi işçilər gündəlik 8 saatlıq normadan artıq, eləcə də istirahət günlərində çalışdıqları halda bu əməyə görə əlavə ödəniş almırlar. Saatlıq əmək haqqı sistemi isə görülən işin real vaxt üzrə hesablanmasına imkan verəcək və işçilərin hər saatı əmək müqaviləsində nəzərdə tutulmuş şəkildə ödəniləcək. Əgər deyildiyi kimi praktikada həyata keçirirsə, çox yaxşı. Mən qorxuram bu əksi olar. Az pul ödəməkdən ötürü cəmaatı tez göndərərlər, evet ki, çıxın gedin. Haradadır ki, hər kəs o şansı yoxdur. İki yerdə iş tapsın, üç yerdə iş tapsın. Bir çox insanlar var da, bir neçə yerdə işləyirlər, bir neçə sahədə Bir çox insanlar var, amma çoxu insanda var, heç yerdə işləyə bilmir. Bir yerdən nəsə gəlir əldə edir. Ona da desən ki, yarım gün işlə artıq, yarım maaş alacaq, onda vəziyyət daha da qəlizləşəcək. Bunu zaman göstərəcək ki, praktikada özünü necə göstərəcək. Bakıda çox